Deyirəm ki, sağ olsun Tarif Şurası. Yenə də ilimizi, üzr istəyirəm, ilimizi gözəl gətirdi. İlin elə dəyişməsinə bir 2 gün qalmış. Dedi ki, duyduq, duymadıq deməyin. Yenə də qiymətləri artırdıq. Üzr istəyirəm, qiymətləri dəyişdik. Çünki artırdıq deyəndə həmişə deyirdilər ki, yekə qızlar, yekə oğlanlarsınız da, artırdıq nədir? Qiymət dəyişib də 5 qəpik söhbətini eləyirsiniz deyir. Bəlkə də deyəndə 5 qəpik çox adi görünə bilər. Amma heç kəs unutmasın ki, xüsusən də Tarif Şurasında çalışanlar unutmasınlar ki, o dama göl olur deyirlər. Heç kəs, məsələn, benzin vurmaq üçün yanacaq doldurma məntəqəsinə yaxınlaşanda 1 litr benzin vurmuş. Ən azı 10 litr benzin vurur ki, bu da hər litrdə 5 qəpikdən hesablananda 50 qəpik olur. Mən düşünürəm ki, Tarif Şurası bizə Şaxta babanın hədiyyəsidir. O hədiyyə ki, bir ömür sürprizlər eləyəcək bizə. Bilirsiniz, niyə Şaxta babanın hədiyyəsi deyirəm? Çünki yeni il qabaq möhtəşəm hədiyyə eləyirlər ki, il ərzində də necə deyərlər, altından çıxa bilmirik. Bu dəfə isə bir qədər dəyişiklik oldu ki, qiymətləri gecə ilə qaldırmadılar. Dedilər, nə də olsa, insanları artıq öyrəşdirmişik qiymət dəyişikliyinə. Elə günün gün orta çağı sözümüzü deyək, qiymətimizi göstərək də. Nəsə, bu ildə keçmiş olsun, 2026-da görək başımıza daha nələr gələcək.